Hər vaxtınız xeyir, necəsiz? Ani bir qərarla düşündüm ki, mən vlog çəkməyə başlamalıyam. Amma bilmirəm bu nə dərəcədə maraqlı olacaq. Əslində indi vlog çəkməyə başladığıma görə düşünürəm bəlkə ilk öncə mən kiməm və s. mən özümü tanış eləməli idim. Amma sizə Instagram səhifəmi bölüşəcəm, burada qeyd eləyəcəm. Oradan mənim ümumiyyətlə işimlə və həyatımla tanış ola bilərsiniz. Daha sonra isə qarşıdakı vloqlarda sizlə hər şeyi kiçik-kiçik bölüşəcəm. Artıq mən də öyrəşəcəm, nəyi danışmalıyam, nəyi yox, nələri deməliyəm, daha yaxşı bilərəm o zaman. İndidən izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm sizə də maraqlı olar. Bu mənim ilk dəfə uzun çəkdiyim bir vloqdur. Ona görə çalışmışam ki, hər şeyi sizə göstərim. Düzdür, bəzən unudurdum, amma düşünürəm ki, %80%-ni göstərmişəm. Burada artıq Ağşəhərdə Nomade Bakery-dəyəm. Məncə tanımayan artıq yoxdur. Bu məkanı çox sevirəm, amma çox səslidir. Günün hansı saatı gedirəmsə gedim, hər zaman adam bol olur. Həmişə müştəriləri bol olsun. Amma məni bu biraz narahat hiss elətdirir. Çalışıram ki, axşamüstü saatları gedim. Çünki o saatlarda nisbətən insanlar az olur. Bəlkə də bu mənim problemimdir. Çünki mən çalışıram həmişə az insan və sakit məkanları seçim. Bura gəlmə səbəbimi deməyi unutmuşam. Rəfiqəmlə görüşdüm. Yəqin ki 3-4 aydır görüşmürdük. Bu arada hal-hazırda izlədiyiniz kadrlar 6 noyabrdan başlayır. Görüşdən sonra mola keçdim, çünki sinemaya girəcəkdik. Instagramda bir film görmüşdüm. Mənə çox maraqlı gəlmişdi. Amma sinemaya yaxınlaşanda o qədər adam var idi ki... Sabah 23:15 üçün 2 bilet aldıq. Sabah gələcək axşam. Görmüşkən dedim qısaca məlumat verim. Birinci bunu deyim, bunun əslində çox danışılacaq hissəsi var. Ona görə tam ətraflı danışmayacağam, amma bu mənim işığımdır. Çox məmnunam. Yəni demək olar ki, hər yerdə, hər cürə istifadə eləyirəm bunu. Bir dənə bunu alın. Çəkilişinizin nə qədər dəyişəcəyini özünüz görəcəksiniz. Bəzən buna influencer işığı da deyirlər. Fərqli ayarları var. Ona görə bu haqda tamamilə başqa vaxt danışmaq istəyirəm ətraflı. Belə, bu haqda danışacağam sizə. Nəyə yarayır bu stabilizator? Nəyə yarayır bu gimbal? Göründüyü qədər işlətmişəm, amma cəmi 3-5 dəfə işlətmişəm. Çünki mən bununla edə biləcəyim hər şeyi əlimlə daha gözəl nəticəsini almışam. Deməli, bu okey. Hərəkəti stabil eləyir. Rahatlıqla siz keçidləri buradan eləyə bilirsiniz, zoomu buradan eləyə bilirsiniz və s. Əgər işin peşəkarısansa və sən peşəkar görünmək istəyirsənsə hər hansı bir tədbirdə və ya bir çəkilişdə, okey, bunu yanında götürə bilərsən. Düzdür, başqa zaman bu haqda məlumatı sizə daha ətraflı verəcəm. Amma onu deyim ki, inanın ki, əlinizlə aldığınız nəticə sizi daha çox qane edəcək, nəinki gimballa. Milyonluq Azərbaycana operativ informasiya. Çox sağ ol. İlk dəfə də bu qədər arxada oturacağam. Təbii ki, vlog çəkdiyimi unutduğum üçün film haqqında təəssüratlarımı bildirməmişəm. Filmin adını hal-hazırda ekranda görürsünüz. İki gəncin bir məşhur şirkətin CEO-sunu qaçırması ilə başlayır hər şey. Ən çox ona sevindim ki, gedib izləməyim zaman etkisi olmadı. Bu arada Aytaç bizim Reelsmaker'dir. Komandamızın xoş gəlmisən ailəmizə, canım mənim. İnşallah sənə xoş olacaq bizlə işləmək. Olacaq? Təbii ki olacaq. Təbii ki. Və səncə? Allah. Bir zərf atdım. Mən
Əslində yemək yeməyə hazırlamışam. Getmək bilərəm, Ayşəm. Təbii ki Canbəs. Təbii ki sən üçün. Gecə saat 3-ə kimi yatmıyor. Bu doğmanı bükən. Bir dənə Ayşəm, xahiş edirəm. Dadına baxın. Arxa kadr, səssizlik. Sən qurutmusan belə. Olmuşdu, düşünürdü ki, ona atılan şərrə mən inanmışam, halbuki inanmamışdım. Uzaq deyil, masanı da keçək zaten yox lazımdır. El insan var ki, Nərmin, Qasım Məryəm, Elmira. Gedəndə bir səbəbi olur və salam, biz Mehinlə oturduq, danışdıq. Salam. Siz məni indi çəkilişdən çıxanda görürsünüz. Öncədən sadəcə yolu, ətrafı çəkmişəm. Çünki heç vaxtım olmadı səhər çəkiliş eləməyə. Özümü gəzəndə ilk dəfədir çəkirəm belə bu arada. Mən Reelsmaker olaraq heç telefonumda öz selfim yoxdur, inanırsınız. Hər aydan bir dənə belə selfim yoxdur mənim. 3 ayda, 4 ayda bir dəfə çəkirəm. Neysə, mən indi evə keçəcəm. Düşünürəm ki, evə keçib bugünün çəkilişini montaj eləməliyəm. Daha sonra isə öz vlogumu, indi baxacağınız vlogu montaj edəcəm. Bugün parad var idi, amma mən çata bilmədim çünki çəkilişdəydim. O anı qaçırdım, çəkə də bilmədim. Bu arada burada soğuk sudu kettle'da olub, sizi şaşırtmasın. Size kiçik bir trap dediyim buna əlavə eləyəndə, əgər ki buzlarınızın koferinizdə qalmağını və gec əriməyini istəyirsinizsə, onda qaynanmış sudan buz qoymağınızı tövsiyə edirəm. Çünki həqiqətən də fərqi görəcəksiniz. İradesiz olduğunu düşünüyor olabilirsin ama belki biraz önceki söylediğime dayanarak şunu söyleyebilirim. Sen belki kış lastiğiyle yaz yolunda gidiyorsun, yaz lastiğiyle karlı bir yolda gitmeyi deniyorsun. Eğer kendine uygun olmayan bir kulvar... Özümə biraz zaman ayırandan sonra keçirəm montaj hissəsinə, amma telefonumla çəkdiyim üçün həm vlogu, həm çəkilişi, təbii ki, montaj etdiyim hissədə də çəkiliş üçün telefonu yerləşdirə bilmədim. Sevmədiyim hissə, bütün bu əşyaları əlimə yığıb düşmək hissəsi ola bilər. Çünki bunu eləyəcəyimi biləndə belə, gördüyünüz kimi də alınmır zaten. Hələ ki bu bir əllə heç alınmır. Okey, indi açar düşür əlimdən. Ay Allah. Gəldim Dekata. Bura ilk dəfədir gəlirəm, amma həmişə görürdüm və çox sağ kitabı havasının olduğunu bilirdim. Mən də gəldim. Flat white sipariş vermişəm və yazacağım bütün notlarımı. Əslində bir hissəsini biraz doldurdum, amma yenə də hələ yazılacaq çox şey var. Buranı ümumiyyətlə sizə göstərim. Bilmirəm, burada olmusunuz ya yox. Sesi ilə belə detalları çox gözəldir. Belə kitabların duruşundan mənim ürəyim gedir. Dəhşət çox sevirəm belə. Burada oturmuşkən işığın sizə təsirini göstəreyim. İşıq arxada olanda, işıq öndə olanda. Aha. Deyə vlog çəkirəm, yenə yadımdan çıxdı götürməyi backstage. Burada Bravo'nun reklamı ola bilərdi. İlk vlogumda bunu deməyim də nə dərəcədə düzdür bilmirəm. Bu hissəyə bayılıram bir qız büyücü olaraq. Bu estetika. Bu düzülüş. Elə gətirəsin dərbiyi bu. Elə bu
dəqiqə iHerb-dən bağlamam gəldi. Öncədən deyim ki, mən vitaminlərimizi Amerikadan sifariş verirəm. Hətta iHerb-də tək vitaminlər deyil, başqa şeylər də var. Girib özünüz rahatlıqla baxa bilərsiniz. İstəsəz ümumiyyətlə bu haqda paylaşım da eləyərəm. Birinci B12 sifariş vermişdim. Buradakı seçim tamamilə sizin özünüzə bağlıdır. Hər də individualdır. Ona görə mən məsələn çox araşdırmalar eləyib özüm bunu özümə təyin eləmişəm. Təbii ki, bununla bağlı sizə tövsiyə ya da məsləhət verə bilmərəm. İkincisi, magnezium toz halında vermişəm magneziumu. Amma mən bunu yanlışlıqla etmişəm. Eyb yoxdur. Bir də folik asid, məncə folik asiddən hamınız xəbərdarsınız. Deyilsizsə araşdırmanızı tövsiyə edirəm. Bir də onu almışdım, onu yeyəcəm. Mən normalda şirniyyat sevmirəm. Bəzən yeyirəm, amma buna bayılıram. Belə tək nəfərlik çay dəmlədim. Sanki heç burada olmamışamcasına. Gedirəm istirahət eləmək üçün, izləyim, çayımı içim, dincəlim. Hal-hazırda mən backstage videomdasınız. Bu qədər yarpağın arasında onun bu rəngdə olmağı. Bu arada burada dəhşətli çəkilişə gəlmək istəyənlər varsa mümkün deyil burada çəkiliş eləmək. Çünki nə qədər insan var burada. Bundan öncə izlədiyiniz son model çəkilişini mən gedəndə düşünmüşdüm ki, çox qəşəng kadr araxları çəkəcəm. Rakurs seçərkən niyə bu rakursu seçdiyimi, nə üçün buradan dayandığımı, nəyə önəm verirəm çəkəndə, nə üçün buranı seçmişəm çəkəcəkdim. Məhz vloqa əlavə etmək üçün. Amma təbii ki, çəkiliş prosesində mən bunu unutdum. Bu mənim ilk vloqumdur. Ümid edirəm ki, bu kimi şeyləri mənə keçərsiniz. Çünki düşünürəm, əgər bundan sonra vloqları çəkməyə davam eləsəm, belə şeylər daha çox olacaq. Ümumiyyətlə, mobil videoqrafiyaya aid kiçik trekləri istəyirəm sizlə də bölüşüm. Məsələn, məndə iPhone olduğu üçün mən iPhone üzərindən gedəcəm. Bu dəqiqə çox insanın əlində iPhone var, amma düzgün kamera ayarlarını edə bilmədiyi üçün standart çəkilişlər və yaxud da ki, ümumiyyətlə keyfiyyətsiz çəkilişlər eləyirlər. Düşünürəm ki, belə kiçik şeyləri paylaşsam, sizə də yararlı olar. Bu tam 6 günün vlogu olur. Amma vlogu da izlədiyiniz kimi tarixlər qeyd etmişəm. Bəzi tarixlər olur ki, evdəyəm, montaj eləyirəm, nəsə kadr götürməyə vaxtım olmur və ya heç ağlıma gəlmir, unuduram. O günləri təbii ki, paylaşmıram. Ümid edirəm ki, sizə izləmək maraqlı oldu. Tövsiyələriniz və yaxud da təklifləriniz varsa, qeyd eləyə bilərsiniz. Mən də gələn dəfə bunlara daha çox diqqət eləyərəm. İzlədiyiniz üçün təşəkkür edirəm.